göstərmə. Bu avtobusdur, bu nömrəlidir. Sürücü. Bax, sürücü də budur. 3 nömrəli avtobusun sürücülərinə kim nəzarət eləyirsə, xahiş edirəm, insan olan sürücüləri seçin. Bugün səhər radələrində İnşaatçılar prospektində bir hadisə baş verdi. Avtobus o qədər doldu ki, öndən minmək mümkün deyildi. Bir təhər arxadan minmək olar. Və yaşlı bir qadın arxadan mindi. Sürücü dedi ki, düş aşağı. Xanıma yer vermişlər, oturmuşdu. Yəni o qədər yaşlı bir xanım idi. Mən sürmürəm avtobusu, düş, saxladı avtobusu və sürmədi. Mən başa düşürəm, arxadan minəndə sürücülərə cərimə olunur. Elə olar ki, sürücüləri işdən çıxardırlar. Amma ki, yəni birinci səfər deyil də 3 nömrədən istifadə edirəm. Yəni o qədər insan kimi sürücülər var ki, fikirləşirlər ki, hər kəs bu saatda evdən çıxırsa, bir qəpik çörək pul qazanmağa gedir. İcazə verirlər ki, bəs arxadan minsinlər. Nəysə, o qadının halı pisləşdi avtobusda. Düşünün, o qadının çənəsi əsə-əsə o avtobusdan düşdü. Biz hər yerə gecikdik, sürmədi. 102-yə yığandan sonra sürücü oturdu, avtobusu sürdü. Gəldik Gənclik metrosuna. Molun yanına normalda içəri dönüb qayıtmalıdır. Sərnişinlər dedi, nə oldu, bəs qayda qanun var, sən niyə içəri dönmədin? Fırlanıb gəldi, Gənclik metro stansiyasının qarşısında dayandı. Bu qold falan qızıl yerləri var. Bizi düşürtdü oradakı, düşün, sürmürəm, işləmir bu avtobus. Bizi yolun ortasında düşürtdü. İndi videolarda yerləşdirəcəm, sürücünün üzündə çəkmişəm. Bizi yolun ortasında düşürtdü, o bir avtobusa dedi ki, gedin arxadan minin. Hamı dedi, bəs nə oldu, qayda qanun var idi, arxadan minmək olmaz, indi deyirsən arxadan minin. Yəni, mən başa düşürəm. Amma yəni belə vəhşi olmağa ehtiyac yox idi. Çünki o qadının çənəsinin əsməyi mən gördüm. Yəni bizim də evimizdə yaşlı insanlar var, bizim də həyatımızda yaşlı insanlar var və biz insanıq, biz müsəlmanıq. Yəni xahiş eləyirəm, sürücü seçəndə insan kimi sürücülər seçin. Çünki biz onlara həyatımızı əmanət eləyirik. Yəni bizi yarı yolda düşürtdü, bilirsiniz, yəni düşürtdü. Və biz digər avtobusa mindik. Yəni, belə sürücülər lazım deyil bizə. Bizə insan kimi sürücülər lazımdır. Mən başa düşürəm. Qayda qanun varsa, axıra qədər riayət edilsin.